Salam değerli şagirdlər, rasyonel sayılara test 1B-dən davam edirik. Birinci sualda, baxın bu sualı ortaq məxrəcə getirmək ciddi bir vaxt itkisidir. Sadəcə bölmə 4, 4 və 3, topladıq 11. Dördüncü sual ortaq məxrəcə getiririk 30. 6-ya vururam 6 çıx 3 üstə gəl 4. 7 böl 30. İkinci sual. 5'te 3'ü yazdım olduğu kimi. Bu olur mənfi 1 böl 4. Qabaqda da mənfi olduğu üçün üstə gəl 4'te 1 oldu. Bu da oldu 20'də 12 üstə gəl 5 17. Beşinci sual bunları bölürəm 3'te 1. Bu olur 13'e ixtisar edir 3'te 2. Bu da olur 5 böl 3. Bunları toplayanda 1 olur. Üstünə də 3'te 5 gəlsəm 8 böl 3. İzah eləyəndə əslən yorucu olanlar bunlardır. Ancaq hesablama olduğu üçün. Amma siz bütün sualları yazmalısınız deyə mən də bütün sualları izah edirəm. 7'də 2 üstə gəl 7'də 2 üstə gəl 7'də 2. 7'də 6. Bunları da yazıram. 3 tam 8'də 4. Ortaq məxrəc üstə gəl 2 tam 8'də 4. Olur 6 tam, daha doğrusu 5 tam. Görürsünüz toplama bilmirəm. 8'də 8, bu da 6. Davam eləyək. Bunları ortaq məxrəc tapsaq və ya atsam gedərlərimi, sanki gedərlər. Yazıram 2'də 1, çıx 3'də 1, çıx 5'də 1. Baxın, mötərizdən əvvəl mənfi olduğu üçün işarələri dəyişirəm. Çıx 1, üstə gəl 3'də 1, çıx 2'də 1, üstə gəl 5'də 1. 5'də 1 qardaşlar getdi, 3'də 1'lər də getdi, 2'də 1'lər də getdi, qaldı mənfi 1. 8. sual. Bunu hesaplasam 2 tam 3'də 1 olur. 4'ə vuracağım. Yəni 4 vur 7 böl 3 çıx. Bunu çıxanda olur 3'də 2. 2'yə böləndə tərsinə vururam. 3'də 2 vur 2'də 1. Olur 3'də 1. Çıx 3'də 1. Bu da 28 böl 3 çıx 1 böl 3. Yəni 27 böl 3 yəni 9. Bunları hesaplayaq, ortaq məxrəcə gətirirəm. 206 tam 8'də 4. 200 tam 8'də 2. 404 tam 8'də 1. Toplasaq 406, 404 çıxanda 2 tam 8'də 5. Yəni 21 böl 8. 9. Bunu açıram. 7'də 5. Çıx 5'də 2. Çıx 5'də 3. Üstə gəl 7'də 9. Məxrəcə eyni olanlara baxın. 7'də 5, 7'də 9. Toplayanda 7'də 14, yəni 2. Bu da mənfi 5 böl 5, yəni mənfi 1. Oldu 1. Burada baxaq, məxrəcə eyni olanlar varsa, yoxdur, amma ixtisar eləyək. Ortaq məxrəcə gətirməyə ixtisar eləyək. 3'də 2. Çıx 7'yə gedir, 5'də 3. Üstə gəl, bu da gedir 6'ya, 7'də 4. Mənfi ilə dəyişib işarələrini dəyişib açıram. Bu olur 23'e ixtisar edir. 4 böl 3 müsbət oldu. Bu olur 21'e ixtisar edir. 7 böl 5 çıx olur. Bu olur 8'e ixtisar edir. 4 böl 7. Qabaqda mənfi var. Mənfi 4 böl 7. Bunları gedirəm başda gördük ki. 3'də 2, 3'də 4 toplayanda 3'də 6 yəni 2. Bunlarda mənfi 10 böl 5 yəni mənfi 2. Burada ixtisar eləyəndə 105 ilə 42'ni 21'ə gedir. 5'də 2 qalır. Bu mənfi 5'də 5 yəni mənfi 1 olur. 2'dən də 1 çıxdı oldu 1 yəni A variantı. 13. sual. 15'də 7 çıx. Bunları tərs çevirib vursam 3'də 1 vur 5'də 4. 15'də 4. 15'də 3 olur 5'də 1. Bunu hesaplasaq 35'də 7 ilə 15 22. Tərs çevirib vururam 11'də 7. Bu da olur 2 ilə 5 yəni 2 böl 5. Bunu hesaplasaq 6'da 21.
böl 4'də 7. Ters çevirirəm. 6'da 21 vur 7'də 4. Olur 3 vur 4 12 böl 6 2. Bunu hesaplayaq. 1 bölü 2 ilə 1'i toplayıram. 3 bölü 2 vur 4 bölü 3 vur 5 böl 4 vur 6 böl 5. Bunlar ixtisar edir. 6 bölü 2 3 qalır. 15-ci sual. 3 böl. Bunu toplayıram. 5 böl 3 olur. Ters çevirirəm. 3 vur 5'də 3. Yəni 9 böl 5. Bunu hesaplayaq. 4'də 3 ters çevirirəm. 2'də 5 və 4'də 3 ters çevirirəm. 12'də 1. Bunlar gedir. Qalır 8'də 15 üstə gəl 16'da 1. Bu da 16'da 31. %24'də 11. Bu da 4'də 5 ters çevirirəm. 5'də 4 gedir 30'da 11. Bunu çıxıram 10'da 3. Bu 10'da 17. Topladım 10'da 20 yani 2. Vurdum 9 böl 5. Bu olur 24'də 6 çıx 9 üstə gəl 2. Vur 3'də 4. 6. Bu da olur -1. -1 böl 18 oldu cevap. Bu 7 bölü 3. Bu olur. 3'ü 2'ye vurup üstüne 3 gelsek 9 bölü 2. 1 çıx 3'də 1. 2 bölü 3. Bu olur 9'da 20. 2'ni 9'a vurup üstüne 2 geldim. Ters çevirirəm 20'də 9. Əvvəlki testdə bunun qaydalarından danışmışam deyə birbaşa misalları yazıram. 9'dan 3 gedir 3. Yuxarıda qalır 21 böl 2. Burada da 9'dan 3 gedir 3. 20 ilə 2 gedir 10. 3 böl 10 qalır. Ters çevirirəm 10'da 3. Burada da nəsə səhv yazmış görünürük. Burada böldü. Böl. Çevirməmişəm axı hələ. Çevirdim dedim ama çevirmədim. Yer dəyişir 7. 70 böl 2 yəni 35. 21-ci sual. Bunu çıxsam olacaq 15'də. 5 çıxılsın 6 -1. Bu da olacaq 15'də. 10 üstə gəl 3 13. Bölürəm. Tərs çevriləcək. 13 aşağı düşəcək üçün -1 böl 13. 15'lerin getdiyini artıq görürük. Deməli bura baxaq. 6'da 2 üstə gəl 9 11. Bu da yazıram 3'də 22 vur 2'də 1. Bunlar da gedir. Olur 3'də 11. Olur 11 böl 6 vur 11'də 3. Yani 1 böl 2. 25. 1 ilə 2'də 1'i toplayanda 3 böl 2. Bu da 3'də 1. 3 böl 2'ni də tərs çevirib vursaq 3'ə olacaq 9 böl 2. Onun üstüne 2 gəlirəm. 2 üstə gəl 9 böl 2. Olur 13 böl 2. 1 böl 2'ni yazıram. Bunu hesaplayaq. 10 böl 3. Tərs çevirirəm. 3'də 5. 3'lər gedir. 10'un da 5 gedir. Qalır 2'də 1. Sonra 1 böl 3 çıx 1 böl 2. Bu olur -1 böl 6. 2'də 1'i buna bölməliyəm. Tərs çevirirəm. -6. Üstə gəl 1 böl 4. Bu da 6 ilə gedir. -3 üstə gəl 1 böl 4. -3'ü 4'ə vurub üstündən 1 gəlsək. -11. 26. Burada sıralamaya dikkat eləyək. 2'də 1 2'ye böləndə 1 böl 4. Çıx 1 böl 2. Bu da 4'də 8 çıx 1 çıx 4. Yani 3 böl 4. 3 böl 4. 1 çıx 2 böl 3. Bunu yazaq. Bunu yazarım kənarda. 2'də 1 vur. 5'də 6. Yani 3 böl 5. Tərs çevirəcək.
çevirəcəyik 5 bölü 3. 1 çıx 9'da 4, yəni 9'da 5. Bunları vuranda 9'da 5 alınır. 9'da 5'e böləndə də 1 olacaq. 27. Bunu hesaplayıram. 3 vur 5 çıx 4. 11 bölü 5. Burada da 2. Ters çevirəm 11 ilə 5. Olur 10 bölü 11. 1 çıx 10 bölü 11. Olur 1 bölü 11. Olur 1 bölü 1 bölü 11. Çıx 2. Ters çevirəndə 11. 2 çıxıram 9. Bunu çıxıram 48 bölü 7. Vur 46 bölü 7. Vur. Bu belə davam edir. İndi sual yaranır ki, mən bunu necə tapam? 48-dən davam eləyəcək ta ki, ən son bura qədər. Burada əsas məsələ oldu ki, 7-dən çıxdığı ədədlərə fikir verin. Axır ki, bir dənə hesablama olmayan maraqlı sual çıxdı. 1, 3, 5. Bu belə davam edir. 51'e qədər getdiyini nəzərə alsaq, burada bir yerdə 1-dən 51'e qədərlərin içərisində 49 da var. Niyə 49-u xüsusilə deyirəm? Burada paydalar hamısı 7'dir. Yəni burada ortalarda bir yerdə, yəni elə bundan əvvəl 7 çıx 49 bölü 7 var. Bu da 0 eləyəcək. Ortada bir 0 varsa, geriyə qalanlar hər nə olur olsun, cavab da olacaq 0. 31-ci sual. Bu olur 1 bölü 2. Bu olur 2 bölü 3. Bu olur 3 bölü 4. Bu belə gedir. En son bu olur x çıx 1 böl x və cavab 50 imiş. Bizdən x-i soruşur. Fikir verin burada. Hər əvvəlki kəsirin məxrəci ilə sonrakının surəti gedir. Qalır 1 bölü x bərabərdə 50. X də oldu 1 bölü 50. 34'e baxın. Burada bir i var. Yəni üstünə də üstünə 4. Mən sanki bir hiss eləyirəm burada. Çünki cavabların yaxınlığından 2 çıxma, 0 çıxma kimi, nə bilim, 3 çıxma kimi ehtimallar yoxdur. Amma gəlin o birin niyəsini göstərək. Mən o 1011 qardaşımızın yerinə yazsam, 1010 üstə gəl 1 çıx 14 böl 17. Baxın, məxrəci yazıram. Bu 1 çıx 14 böl 17 olacaq 1010 üstə gəl. 1-dən 14 böl 17 çıxanda 3 böl 17. Bu ifadə ilə də, bu ifadə ilə olduğu üçün böləndə olacaq 1, üstündə də 3 gəlirəm, olur 4. Gəldik son 4 suala testə. İndi baxın suallar. Burada bunlar 3'də 2, 6'da 4, 3'də 2, 9'da 6, 3'də 2. Hamısını ixtisar edin 3'də 2 alınır. En son bunu ixtisar edəndə yenə x-lər gedir və 3'də 2 qalır. Deməli, mənim burada neçə dənəsi 3'də 2'm var. Bilmirəm neçə dənə. Yazıram 3'də 2. Vur x. Niyə x? Çünki birincisində surət və məxrəc 1'ə vurulub. İkincisində 2'yə. Üçündə 3'yə. Axırıncıda x-ə vurulub. Belə çıxır ki, burada 1-dən x-ə qədər bütün ədədlərə vurulub surət və məxrəc. Yəni burada 1-dən x-ə qədər elə x dənə ədəd var. Yəni x dənə kəsir, yəni 3'də 2 var. Bərabərdə 6. X də olur 6 bölü 3'də 2, yəni vur 2'də 3, yəni 9. Yaxşı, 35'ə baxaq. Burada bunu açıram. 2 çıx 48 bölü 23, 2 tam 23'də 2'dir. Bu 1 tam 41'də 3'dür. Qabaqda da mənfi var. Bu da 1 tam 73'də 4'dür. Qabaqda mənfi olduğu üçün işarə dəyişir, müsbət olur. Bu mənfiyə görə çevirəndən sonra işarələrin dəyişdim. Bu məxrəcdə burada eyni ilə surət də daha doğrusu, yəni payımız olduğu kimi qaldı. Burada baxın, bu 2 çıx 2 tam, bunlar aparacaq bir-birini, qalacaq mənfi bu. Burada eyni şəkildə mənfi 1 və müsbət birimiz bir-birini aparacaq. Geriyə qalacaq bu ifadə. Bu ifadəyə də fikir versək, surətdəki ifadə ilə eynidir, amma əks işarəlidir. Deməli, böləndə alınır mənfi 1. İndi buna baxaq. Testdən sonra 2 sualı. Nəhayət biraz maraqlı suallar gəlib. Burada nə edirəm? Yuxarıda heç nə eləmirəm. 85 üstə gəl 1 bölü 1784. Aşağıda isə
paydada isə bunu bölsək olacaq 1 tam 1784-də 1. Nə qəşəng. O 1-i də 1784 ilə toplasam 1785 alınacaq üçün böləndə eləyir 1. Buna baxaq. Burada bu 1 bölü 5-dən A çıxanda olur 1 çıx 5A bölü 5. Bunu 3 bölü 5'e vuram, tersini çevirip 5. Burada 3. Yok, daha doğrusu çevirmedim ki, işte dedim çeviririm, çevirmedim. Bura 3, bura 5. Bunu bir daha hesaplayaq. Bu olur 3'dən 10. Tersi çevirsə 2, 20 bölü 3. Bu 20 bölü 3'dürsə, bölümü olduğu üçün bu da ters çevrilir. Bir dəfəlik yazıram bura. Vur. 3 və 20. Və cavab 4 bölü 5 olmalıdır. İndi baxın, bu 3'lər də gedir. Bu 5'lər də gedir. Geriyə qalır bu ifadə bölü 20. Yəni 1 çıx 5A bölü 20. Rahat görək deyə bunun paydasını 20 eləsəm, 4'ə vururam. Yuxarıda oldu 16. Deməli, bu ifadələr bərabərdir. Buradan 5A alınır. Mənfi 15. A da olur mənfi 3. Bu da bu testim dərsin son sualıydı. Sağ olun şagirdlər.